Salam əziz şagirdlər, indi isə fe'li sifət mövzusunun ev tapşırıqları ilə tanış olaq. Verilmiş mətndə fe'li sifətləri müəyyən edin. Qışın soyuq günlərində kəndimizin yaşlıları bir yerə toplaşmışdılar. Onlar xatirələrini danışdıqca mən də gəzdiyim yerləri düşünüb kəndimizin mənzərələrini gözümün önünə gətirirdim. Yazda açan çiçəkləri, daşan çayları xatırladım. Oxuduğum hekayələrdəki mənzərə təsvirləri belə kəndimizin gözəlliyindən üstün deyil. Yayda yetişmiş meyvələrdən cürbəcür mürəbbələr hazırlayan nənələrə kömək etməyi də unutmuram. Bax, bu mətndən fe'li sifətləri seçərsiniz. Növbəti tapşırıq: an, ən, mış, dığım, acaq, malı, ası şəkilçili fe'li sifətləri cümlədə işlədərsiniz. Nümunə: görüləsi işlər çoxdur, plan tutmalıyam. Siz də digər şəkilçiləri cümlədə işlədərsiniz uşaqlar. Fe'li sifət şəkilçilərindən istifadə edərək cümlələr qurarsınız. Növbəti tapşırıq: verilmiş isimlərin qarşısına fe'li sifətlər artırın. Sizə kitab, tamaşa, gül, qoyun-quzu, meyvə, iş, hadisə, maşın, çanta və insan sözləri verilmişdi. Nümunəyə baxaq. Çoban istidən məliyən qoyun-quzunu sərin yaylağa apardı. Hansı qoyun-quzunu? Məliyən qoyun-quzunu. Demək, ismin qarşısına fe'li sifəti gətirərək həmin ismin əlamətini bilmiş oluruq. Növbəti sözləri də cümlədə işlədərsiniz. Sağ olun, gələn dərsimizə qədər.